13 yanvar 2026-cı il tarixində Prezident İlham Əliyevin Tərtər və Ağdərəyə səfəri əlamətdar hadisələrlə yadda qaldı. Bu səfər onu göstərdi ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən siyasət çoxşaxəli və uzunmüddətli dövlət strategiyasına əsaslanır. Tərtər rayonuna səfəri çərçivəsində dövlət başçısı Tərtər Elektromexanika Zavodunun yenidən qurmadan sonra açılışında iştirak etdi. Zavodun yenidən qurmadan sonra açılışı Azərbaycan müdafiə sənayesinin keyfiyyətcə yeni mərhələyə keçdiyini təsdiqləyir. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, müasir yüksək dəqiqlikli texnologiyaların tətbiqi yerli mütəxəssislərin bilik və bacarıqları hesabına reallaşdırılıb. Ağdərə rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyev rayonun Çağar, Heyvalı, Çıldıran, Aşağı Orataq kəndlərində görülmüş işlərlə tanış oldu. Kəndə köç edən sakinlərlə görüşü baş tutdu. İlham Əliyev Ağdərə rayonunun Qozlu Körpü kəndində Qozlu Körpü su elektrik stansiyasının açılışında iştirak etdi. Regionun ən iri su arteriyası olan Tərtər çayı üzərində inşa edilmiş Qozlu Körpü su elektrik stansiyası 14,7 megawatt gücündədir. Stansiyada il ərzində orta hesabla 43 milyon kilowatt-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək. 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Dövlət başçısı Ağdərə rayonunun Canyataq kəndində Dəmirli Filiz emalı kompleksinin fəaliyyəti ilə tanış oldu. Mədən və istehsalat üzrə ümumi sahəsi 929 hektar olan kompleks Türkiyə və Almaniya texnologiyası əsasında yenidən qurulub. Yenidən qurma və bərpa işlərinə 15,3 milyon manat özəl investisiya yatırılıb. Dövlət başçısı Ağdərə şəhərinin baş planı ilə tanış oldu. Baş plana əsasən şəhərin məskunlaşma ərazisi 444 hektardan 522 hektara çatdırılacaq. 20 illik perspektiv dövr üçün şəhər əhalisinin sayının 14 min nəfər olması proqnozlaşdırılır. Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdərə rayonunda xüsusi əməliyyat mərkəzinin təməlini qoydu. Mərkəzin yaradılmasında məqsəd xüsusi təyinatlı bölmələrin müxtəlif ərazi, relyef və hava şəraitində hazırlıqlarının təmin edilməsi, həmçinin beynəlxalq hərbi əməkdaşlıq sazişləri əsasında tədbirlərin, o cümlədən təlimlərin, kursların keçirilməsidir. Ağdərə sakinləri ilə görüşündə Prezident İlham Əliyev bildirdi ki, Ağdərənin gələcək inkişafı çox parlaq olacaq. Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb, deyə vurğulayan dövlət başçısı qeyd etdi ki, Azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdıblar və burada qürurla, xoşbəxt, rahat yaşayacaqlar. Prezident İlham Əliyevin səfər zamanı səsləndirdiyi fikirlər göstərir ki, Qarabağ artıq münaqişə zonası deyil, inkişaf, yenidən qurma və sabitlik mərkəzinə çevrilməkdədir. Səfər, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidən qurma işlərinin dövlət siyasətinin əsas prioritetlərindən biri olaraq qaldığını bir daha nümayiş etdirdi. Qarabağımız özünün yeni dövrünə qədəm qoyub. Şanlı ordumuzun düşmən üzərində qazandığı tarixi zəfər nəticəsində azadlığına qovuşmuş ərazilərimizdə həyat yenidən başlayır.